Qəlbinizdə ətirli hissə var hər birinizin. O hissənin qapısını açın, qoy ətir yayılsın bütün vücudunuza. Öz ruhunuzun xoş ətirini özünüz kəşf edin. Onu da tapmaq olur mühasibə ilə. Biz bəzən yaxşı işlər görmürük. Niyə görə? Əki məndən nə çıxar? Şeytan deyir, məndən nə çıxar sözü şeytan pıçıldısıdır. Deməli səndən nəsə çıxar ki, şeytan deyir, səndən nəsə çıxmaz. Şeytan nə deyirsə onun əksidir. Şeytan sənə deyirsə səndən nəsə çıxmaz, deməli məndən çox şey çıxar. Sən deyirsənsə. Qulaq asmayın. Yaxşı şey eləyin. Yaxşı, qulaq asmadın, deyin ki, rədd ol, üzr istəyirəm. Allah sənə lənət eləsin. Get, durdun, yaxşı işi gördün, əl çəkir, yox. Ringdədir o səndən. Ringdə olan rəqibindən əl çəkir, başqa yerdən zərbə vurur. İndi həmin şeytan ki deyirdi, səndən adam çıxmaz, eləmə. Onu qovdun, elədin. Həmin şeytan gəlir, deyir, bəh. Sən hazır arifsən işlənmiş. Sən gör, nə gözəl insansan. Sən gör, neynədin? Başlayır işi böyütməyə.